Avropa İttifaqı ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlığı genişləndirmək lazımdır. Bunu Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasının yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Jorgensen isə Azərbaycanla tərəfdaşlığı davam etdirmək və daha da genişləndirmək istədiklərini vurğulayıb. Bizə uzun müddətli kontraktlar və eyni zamanda əlbəttə ki, Avropa İttifaqından qarantiyalar və mümkün qədər investisiyalar və maliyyələşdirmə lazımdır ki, biz daha böyük templə öz demək, qaz istehsalı prosesini və bizi Avropa ilə birləşdirən qaz təchizatı infrastrukturu genişləndirə bilək. Hazırda Avropanın Rusiya qazından asılılığını tamamilə aradan qaldırmaq istəyirik. Rusiya tərəfindən Ukraynaya qarşı edilən əsassız hücumdan sonra Rusiya qazının idxalını dayandırmağa çalışırıq. Bundan əvvəl qazın 45%-ni Rusiyadan alırdıq. Hazırda bu rəqəmi 13%-ə endirmişik. Biz bu göstəricini tamamilə sıfıra endirmək niyyətindəyik. Bu isə yalnız yaxşı dostlarımızın köməyi ilə mümkün olub və olacaq. Azərbaycan kimi dostlarımızın. Avropa İttifaqını təmsil edərək qaz sahəsində sıx əməkdaşlıq imkanına görə minnətdarlığımı ifadə etmək istəyirəm.